Yeniden hər birinizi salamlayıram dəyərli izləyicilər. Dostlar, Mərdəkandan daha bir evi sizə təqdim edəcəyəm. Bu bağ evi Mərdəkan Buzovna yolunda əsas yoldan 100 metr məsafədə yerləşir. Dost çörək restoranının düz arxasında. Yoldan belə deyək, 3-cü həyətdir. 8 sot torpaq sahəsində inşa olunub. 280 kvadratlıq bir bağ evidir. Qısa olaraq məlumat verəcəm sizin üçün. Hər hansısa sualınız yaranarsa, istənilən vaxtı 050 755 95 97 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Mən sizə daha ətraflı məlumat verərəm. Deməli, yol qapıya kimi asfaltlı, su, qaz, işıq daimidir. Sənədləri qaydasındadır. İpotekaya yararlı bir bağ evidir, dəyərli izləyicilər. Bağ evin girişi jalüz darvaza, yanında əl qapısı, təbii işıq pultlandır. Girişdən evin görünüşü belə görsənir. Girişdən göründüyü kimi sağda, solda dekorativ ağaclar, yaşıllıq zolağı var. Həyətə rahat 2 maşın yerləşə bilər. Məhəllədə də çox rahatlıqla 2-3 maşın saxlaya bilər. Burada yay-qış mətbəxidir. Göründüyü kimi insan balkondan yığılıb, hissəyə görə açılır və bağlana bilir. Orada mətbəx yeri falan hamısı var. Girişdən sol tərəfdə böyük filtrli hovuzlu, dəyərli izləyicilər. Bu ərazidə 4 fəsil yaşamaq da olar, bağ evi kimi istifadə etmək də olar. Bu videodan sonra sizə digər bir evi də təqdim edəcəm. 2 ev yan-bayandır. Bunun qiyməti 660 min manatda. İnşallah real müştəriyə endirim olacaq. Bizim səhifədən gələnlərsə xüsusi bir endirim var. Bu arada dostlar, bizə dəstək olmaq üçün paylaşım edib fikir bildirə bilərsiniz. Sizin fikirləriniz bizim üçün çox önəmlidir. Əvvəlcədən hər birinizə təşəkkürümü bildirirəm. Bura terasdan həyətin görünüşüdür. Tikinti zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunub. İnşallah ki, gələndə görərsiniz, sözümüzdə yalan yoxdur. Çox ideal və qeyri-adi möhtəşəm bir bağ evidir. Terasa da mətbəxdən çıxış var. Gəlin qısa olaraq evin içi ilə də tanış olaq. Evə daxil olduq. Belə bir geniş hol hissəsidir. Hol ümumi olaraq kermogranitdir. Tam olaraq da issi poldur. Ev ümumi olaraq issi poldur. Hol mətbəx kermogranit, qalan otaqlar bahalı parketdir. Hol hissəsində belə bir qardirob yeri falan var. Girişdən sol tərəfdə qonaq otağı yerləşir. Qonaq otağın hündürlüyü ən azı bəlkə də bir 6 metr var. Tavan hündürlüyü təbii ki. Böyük vitraj pəncərələrdir, həyət açılır. Çox səliqəlidir, rəng seçimləri əladır. Bir də vurğulayıram, tikinti zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunub. Dəyərli izləyicilər, girişdən sağ tərəfdə mətbəxi görürsünüz, hal-hazırda mətbəx mebeli yığılıb. Yeri kermogranitdir. Mətbəxdən terasa çıxış var. Ümumilikdə 4 yataq otağı mövcuddur bu evdə dostlar. Bura evin əsas hamam otağı və sanitar qovşaq bir yerdədir təbii ki. Çox genişdir. Bura birinci yataq otağıdır. Yataq otaqları da yetərincə genişdir və işıqlıdır. Burası ikinci yataq otağıdır dostlar. Həqiqətən də 660 min manat bu vaxt üçün çox ideal bir qiymətdir. İnşallah ki, endirimi də nəzərə alsaq və bizim səhifədən gələnə xüsusi bir endirim də olur, onu da nəzərə alsaq, qiyməti bu günə görə çox əladır, yeri də ki, superdir. Bu böyük yataq otağıdır. Bu yataq otağının daxilində özünün hamam otağı, sanitar qovşağı var. Və bir dənə də sonuncu böyük yataq otağı burada yerləşir, holun baş tərəfində dostlar. Bu yataq otağın özünün daxilində hamam otağı da var. Böyük qardirob otağı da var. Bu hamam otağı sanitar qovşaqla bir yerdə. Və bu da yataq otağına aid olan qardirob otağı. Deməli, Mərdəkanda əsas yolun yaxınlığında dostlar 8 sotda 250 kvadrat 5 otaqlı bağ evi 660 min manata satışa təklif olunur. Diqqətiniz üçün təşəkkür edirəm. Bizi izləməkdə qalın.